Vaxtınız xeyir olsun Nuraynə. Bəli, vurğuladığın kimi media savadlılığı həftəsi çərçivəsində bu istiqamətdə silsilə addımlar, tədbirlər davam etdirilir. Təbii ki, indiki dövrdə, məhz elə günümüzdə media savadlılığının mühüm əhəmiyyəti var və təbii ki, bu istiqamətdə müəyyən addımlar atılır. Və indiki məqamda da dediyiniz kimi rəqəmsallaşma, süni intellekt və eyni zamanda media savadlılığı mövzusunda konferans keçiriləcək. Əsas hissə bir neçə saat sonra başlayacaq, amma indiki məqamda dəyirmi masa gerçəkləşdirilir və burada da elə şəxslər müxtəlif istiqamətlərdə, aspektlərdə müzakirələr aparılır. Daha təfərrüatlı informasiyanı qonağım Media İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdürü Səidə Şəfiyevadan alacağıq. Xoş gördük Səidə xanım. Buyurun, təfərrüatları sizdən eşidək. Salam, xoş gördük. Sizi də, tamaşaçıları da salamlayıram. Əvvəlcə onu qeyd etmək istərdim ki, cəmiyyətdə media savadlılığının artırılması Media İnkişafı Agentliyinin fəaliyyətində prioritet, strateji istiqamətlərdən biri kimi müəyyənləşmişdir və bu da öz növbəsində agentliyin üzərindən bir sıra mühüm vəzifələr qoymuşdu. Burada həm cəmiyyətin dezinformasiyalara qarşı dayanıqlığının artırılması, həm informasiya mühitimizin təhlükəsizliyinin təmin olunması əsas hədəf kimi qarşıya qoyulmuşdu və sözsüz ki, tərəflər arası koordinasiya və əməkdaşlığın genişləndirilməsi də mühüm aspektlərdən biri idi. Burada həm dövlət qurumları, həm özəl sektor, həm də akademik müəssisələri əhatə etməklə onlar arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi əsas bizim hədəfimiz və məqsədimizdir və bu məqsədlə də Media İnkişafı Agentliyinin təşkilatçılığı və bir sıra tərəfdaşların dəstəyi ilə 15-22 dekabr tarixlərində artıq 4-cü dəfədir ki, agentlik tərəfindən media savadlılığı həftəsi keçirilir və bu həftə ərzində də bir sıra tədbirlər, təlimlər, seminarlar, infosessiyalar keçirilmişdi ki, sırf cəmiyyətdə biz media savadlılığı ilə bağlı fərqindəliyi artıraq. Mən sizə bir neçə statistik nəticələrimizi artıq açıqlamaq istərdim ki, bu il həftə ərzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə biz 12 məktəbdən olan 20 müəllimi əhatə etməklə teorik təlimlər təşkil etdik media savadlığı ilə bağlı və sonraki mərhələdə həmin müəllimlər tərəfindən də 12 ümumtəhsil müəssisəsində Bakı şəhəri üzrə biz 2500-ə yaxın şagirdi əhatə etməklə məlumatlandırıcı infosessiyalar, workshoplar təşkil etdik bu mövzu ilə bağlı. Daha sonra biz Bakı ilə kifayətlənmədik, bütün regionları əhatə etmək üçün biz agentlik olaraq həm Gənclər Fondu, həm də Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə 10 regionda peşəkar media nümayəndələrinin iştirakı ilə 1000-ə yaxın gənc üçün təlimlər təşkil etdik. Eyni zamanda sizin də daha az əvvəl qeyd etdiyiniz kimi ümumi həftənin yekunu olaraq isə media savadlılığı konfransı keçiriləcək bir neçə saat sonra. Bu ilki konfransımızın mövzusu rəqəmsallaşma, süni intellekt və media savadlılığıdır və burada da əsas müzakirə mövzusu məhz süni intellektin media sahəsinə təsiridir. Bu mövzu ətrafında müzakirələr aparılacaq və hazırda da xarici nümayəndələrin, ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilir, müzakirələr aparılır və biz ümid edirik ki, bu tədbirlər, keçirilən tədbirlər öz nəticəsini verəcək. Çünki Medianın İnkişafı Agentliyi üçün media savadlılığının artırılması bu sadəcə bir təşəbbüs deyil, bu eyni zamanda cəmiyyətin dayanıqlı inkişafına və media informasiya mühitində təhlükəsizliyin təmin olunmasına xidmət edən mühüm bir amil kimi qiymətləndirilir. Təşəkkür edirəm informasiyaları ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha qeyd edim ki, az sonra rəqəmsallaşma, süni intellekt və media savadlılığı ilə bağlı konferans keçiriləcək, əsas hissə başlayacaq və indiki məqamda da elə xarici qonaqlarla birlikdə hazırda fikir mübadiləsi aparılır, dəyirmi masa keçirilir. Çatdıra biləcəklərimiz hələlik bizdən bu qədər. Bu qədərdir, söz yenə də sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik geniş məlumatlar üçün.